biz qeyd edə bilərik ki, təkcə kritik məqamlar diplomatik danışıqlarda deyil, eyni zamanda diplomatik danışıqlarda olan gərginlik cəbhə xəttinə də proyeksiya etməkdədir. Ümumiyyətlə, son vaxtlar Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı biz aktiv diplomatik təşəbbüslərin şahidi oluruq. Florida görüşü, bundan sonra Moskva və yenidən Florida görüşünün ardınca yenə də uyğun bir qərar verilə bilməyib və yenidən gözlər Birləşmiş Ştatlarla Moskva arasındakı danışıqlara istiqamətlənib. Artıq yayılan məlumatlara görə Amerika Birləşmiş Ştatları rəsmiləri ilə Ukrayna rəsmiləri arasında olan görüşdən sonra razılaşmalar Moskvaya götürüləcək. Məsələ kifayət qədər mürəkkəbdir. Yəni, təsəvvür edildiyi qədər tez bir zamanda atəşkəsə nail olmağın mümkün olacağına inanmaq çox çətindir. Baxmayaraq ki, Amerika Prezidenti Trump çox nikbin bəyanatlar verir. Hətta onun komandası bu ilin sonuna qədər atəşkəsin elan olunacağından bağlı bir mövqe açıqlayıblar. Proseslərin gedişi isə bunun az inandırıcı olduğunu göstərir. Əvvəla, Trump'ın təqdim elədiyi 28 bəndlik sülh layihəsi Ukrayna tərəfindən qəbul edilmədi. Bu nəinki Ukrayna tərəfindən, eyni zamanda Avropa Birliyi də Trump'ın bu layihəsinə qarşı çıxdı və özünün Brüsseldə toplaşaraq alternativ həll layihəsini irəli sürdü. Amma bu həll layihəsi mediaya çıxarılsa belə onun üzərində müzakirələr aparılmadı. Bu sadəcə olaraq məsələ bu cür qoyuldu ki, bu Amerika layihəsi ilə Avropanın baxışlarının birləşdirilməsindən irəli gələn təkliflər özündə ehtiva edir. Amma həyata bir vəsiqə qazanmadı. Yenidən gözlər Trump'ın irəli sürdüyü sülh layihəsinə yönəlib. Bugün artıq bildirilir ki, bu 28 bəndlik layihə xeyli sayda azaldılıb və 20-yə qədər düşürülüb. Yəni, bu deməkdir ki, çox güman ki, Ukraynanın maraqlarının nəzərə alınmadığı müddəalar buradan çıxarılıb. Amma bu, hələlik rəsmi təsdiqini tapmayıb. Sadəcə olaraq ehtimallardan ibarətdir. Məsələ bundadır ki, sülh sazişinin əldə olunması üçün artıq maraqlı tərəflərin sayı kifayət qədər çoxalıb. Əgər Rusiya və Ukrayna arasında sülh sazişi bağlanmalıydısa, bu sülh sazişinə maraqlı tərəf kimi əlavə olaraq Birləşmiş Ştatlar və Avropa İttifaqı qoşulub. Bu isə məsələni bir qədər də mürəkkəbləşdirib. İkinci bir tərəfdən Ukrayna tərəfi güzəştə getmək istəmir, xüsusilə də ərazi güzəşlərinə. Rusiya isə ərazi güzəşləri olmadan müharibənin dayandırılmayacağını bəyan edir. Dilemma, bənzər bir vəziyyət yaranıb. Bununla belə indiki məqamda Trump'a sülh sazişinin əldə olunması çox vacib lazımdır. Ona görə ki, növbəti ildə konqresə ara seçkilər keçiriləcək və bu seçkilərdə əvvəlki seçkilərdə olduğu kimi, əgər respublikaçılar uzarsa, bu konqresdə böyük həcmdə respublikaçıların sayını itirməsi deməkdir. Və Trump hakimiyyətinin ölkədə belə deyək, sözünün qəbul olunması üçün çox böyük maneələrin başlanıcı hesab oluna bilər. Ona görə də Trump artıq Rusiya-Ukrayna müharibəsi üzərində manipulyasiya eləməyə çalışır və çox güman ki, bütün cəhdlər də ona ibarətdir ki, sülhə nail olsun. Və bu istiqamətdə də biz açıq-aşkar nəyi görürük? Birləşmiş Ştatlar Rusiyaya təzyiq göstərməkdənsə, artıq bu təzyiqləri daha çox Ukraynaya və Zelenskiyə göstərməyə başlayıb. Zelenskinin vəziyyəti kifayət qədər ağırdır. Bunu da xüsusilə vurğulamaq lazımdır. Bir müddət öncə bu yaxınlarda Zelenski və komandası və ən yaxın adam olan Yermak korrupsiyada ittiham olundu. Yəni, Ukrayna üçün ayrılan yardımları, hərbi və humanitar yardımları mənimsədikləri bildirildi. Bu, həqiqətən də sadə Ukraynalılarda hakimiyyətə qarşı inamsızlığın formalaşmasına gətirib çıxardı və çox böyük Ukrayna cəmiyyətində bir təlatüm yaranıb bununla bağlı. Bu proses sona çatmayıb. Eyni zamanda Ukraynada bir müxalif düşərgə var və bu müxalifət düşərgəsinin özü də Ukraynanın indiki uğursuzluqlarını artıq Zelenskinin üzərinə yükləməyə çalışır və Birləşmiş Ştatların da digər tərəfdən bu istiqamətdə təşəbbüsləri müxalifət düşərgənin əlini gücləndirir. İkinci bir tərəfdən artıq Zelenskinin yerinə prezident axtarışları da davam etdirilir.
bir müddət öncə Ukrayna Silahlı Qüvvələrinin qərargah rəisi işləmiş Zaluzhny və hazırda Böyük Britaniyada səfir kimi fəaliyyət göstərir. Onun əsas namizəd olduğu bildirilir. Bu o deməkdir ki, Ukrayna uğrunda nəinki Rusiya mübarizə aparır, eyni zamanda Avropa Birliyi ilə Birləşmiş Ştatlar arasında da bir rəqabət gedir. Yəni bu o deməkdir ki, Zelenski getsə belə Avropa Birliyi Zelenskinin yerinə gələcək şəxsi özü müəyyənləşdirir. Bu isə Zaluzhny ola bilər. Birləşmiş Ştatların dəstəklədiyi namizədlər isə Ukrayna ictimai fikrində o qədər də güclü fiqurlar deyil. Birləşmiş Ştatlar yeni administrasiya ilə sülh danışıqlarını aparmaq yox, birbaşa sülh müqaviləsini imzalamağı hədəf seçib. Amma Avropa Birliyi Rusiya-Ukrayna müharibəsində özünün milli maraqlarını, Avropanın maraqlarını nəzərə alınmadığını əsas götürərək faktiki olaraq müharibənin dayandırılmasının əleyhinə çıxış edir. Və buna görə də Ukraynaya yardımlar verir və hətta Zelenskini əvəz ediləcək şəxsin belə Avropanın dəstəklədiyi şəxsin olmasını istəyir və bunun üçün də mümkün hiss edir. Təbii ki, biz indi artıq Avropa Birliyi ilə Birləşmiş Ştatlar arasında Ukrayna məsələsində çox ciddi fikir ayrılığının olduğunu bildiririk və bu yaxınlarda Birləşmiş Ştatların özünün gələcək strategiyası ilə bağlı açıqladığı sənəddə Avropadan demək olar ki, tamamilə indiki Avropadan ayrılması ilə bağlı məsələ qoyulur və Avropanın indiki qlobalist adlanan dövlət rəhbərlərini dəstəkləməməsi və alternativ qüvvələr, xüsusilə də müxalifət düşərgəni Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi məsələsi irəli sürülür. Bu, həm də NATO içərisində çatın güclənməsi anlamına gəlir. Yəni, çat dərinləşə bilir. Bu, çox ciddi məsələdir və o deməkdir ki, artıq Ukraynaya münasibətdə NATO vahid qüvvə kimi çıxış edə bilməyəcək. Və belə bir fonda cəbhədə aktivlik də yüksəlməkdədir. Rusiyanın biz aramsız hücumlarını müşahidə edirik. Düzdür, müharibədə müəyyən yerlərin işğal edilməsi ilə bağlı verilən informasiyaların böyük əksəriyyəti yalan olur. Bu ictimai rəyə hesablanmış bir məlumatlardır, amma müəyyən qədər də qarış-qarış olsa belə Rusiyanın Ukrayna cəbhəsində irəlilədiyini görməkdəyik. Bu da təbii ki, Ukrayna tərəfində çox ciddi, xüsusilə də orduda, Ukrayna silahlı qüvvələrində psixoloji gərginliklərə səbəb olur və demək olar ki, Zelenskinin artıq əli kifayət qədər zəifləyir və bayaq da siz qeyd edildiyiniz kimi Zelenski bütün tərəflərdən bir tərəfdən Rusiya onu məcbur edir və açıq şəkildə Putin hələ bir neçə il əvvəl demişdi ki, o legitim olmayan prezident Zelenski ilə danışıq apara bilməz. Ona qarşı tərəf danışıq apara biləcək bir şəxsi göstərmək lazımdır. Və Zelenski seçkilərə məcbur edilir. Çox güman ki, seçkilər baş tutarsa və Ukrayna artıq buna doğru yönəldilir, seçkilərə gedilərsə Zelenski seçilməyəcək. Birləşmiş Ştatların tələbi Zelenskinin Trumpın təklif elədiyi və Moskva ilə razılaşdırılmış sülh müqaviləsini imza atması demək. Zelenski bundan imtina edir, komandası da bunu qəbul eləmir. Bunda alternativ yol kimi prezident seçkiləri və yeni seçilmiş prezidentin sülh müqaviləsini imzalaması məsələsi gündəmə gəlir. Ukraynanın burada iki qırmızı xəttinin olduğunu biz qeyd edə bilərik, sülh müqaviləsi məsələsində xüsusilə. Ukrayna o halda razılaşa bilər ki, Ukraynanın suverenliyi məsələsi qorunsun və ərazi bütövlüyü təmin olunsun. Amma bunların heç biri də gözlənilmir. Suverenlik məsələsi faktiki olaraq kağız üzərində qeyd olunur. Ərazi bütövlüyündən isə danışmaq olmaz. Çünki Rusiya tərəfi və çox təəssüf ki, bunu Amerika Birləşmiş Ştatları da dəstəkləmişdir. Krımdır, sonra deməli Zaporojye, Xerson, Donetsk kimi əyalətlərin artıq belə deyək ki, Ukraynanın nəzarətdən çıxarıldığı məsələsi qoyulur. Bu çox ciddi məsələdir və təxminən Ukrayna ərazisinin faktiki olaraq 19,8% və hətta Donetskin belə işğal edilməmiş ərazilərini də buraya əlavə eləsək, bu 20% gəlib keçir.